əhvalınız tez-tez dəyişir, tez-tez kefsiz olursunuz və yaxud hər şey əsəbləşirsiniz, bir şey eləməyə həvəsiniz yoxdursa, bəlkə də səbəb hormonlarınızdır. Hansı hormonları nə vaxt yoxlanacağınıza həkim endokrinoloqlar qərar verəcəkdir. Çünki təkcə əhval pozuntusu deyil, digər kliniki əlamətlərində öz əhəmiyyəti vardır və bu əlamətləri tamamilə eşitdikdən sonra, şikayətləri dinlədikdən sonra pasiyenti hara doğru yönləndirməmizdə bir işıq ucu açılır. Bəs hansı hormonlar bizim tez-tez əhvalımızın dəyişməsinə səbəb ola bilər? İlk öncə tiroid hormonları. Tiroid hormonları həm əhvalın süsləşməsinə, həm də əksinə aqressiyanın artması, ürək çırpıntının həyəcan və təşvişin artmasına səbəb ola bilər. İkinci hormonlar cinsi hormonlarımızdır. Cinsi hormonların çatmamazlığı defisiti zamanı pasiyentlərdə süslük, kefsizlik, həyatdan zövq almamaq kimi əlamətlər müşahidə olunur və əsas faktorlardan, əsas hormonlardan biri də stres hormonumuz kortizoldur. Bu hormonun da orqanizmdə azalması, böyrəküstü vəzinin çatmamazlığı sindromuna əlaqədar ola bilər ki, aradan qalxması pasiyentin həm əhval-ruhiyyəsinin, həm əmək qabiliyyətinin yüksəlməsinə səbəb ola bilər. Bəs sizin də son zamanlar əhvalınız tez-tez dəyişilir? Bu haqda şərhlər bölməsinə yazın və bu videonun daha çox insana çatması və faydalana bilməsi üçün paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun.